Salam, hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu videomuzda sizlərə Azərbaycan SSR-nin 20-ci əsrin 50-60-cı illərində mövzusunun izahını verəcək. İlk öncə qeyd edək ki, necə ki, Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğumuz müddətlərdə, yaxud Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu ilk dövrlərdən başlayaraq ölkəmizdə repressiya dalğası var idi. Eyni zamanda 40-cı illərdə də repressiya dalğası yenə də davam etməkdədir və repressiyaların yeni dalğası totalitar rejimi gücləndirmək üçün ən qəti addımları 40-cı illərdə atmışdı. Məsələn, milli düşüncəli, müstəqil düşüncəyə sahiblərinin tənqidi bu dövrdə daha da alovlanır. Heydər Hüseynov adlı 1949-cu ildə 19-cu əsr Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən əsərinin müəllifi olan Heydər Hüseynov, Şeyx Şamilin başçılığı altında Şimali Qafqaz xalqlarının hansı ki 19-cu əsrin əvvəllərindən ortalarına qədərki müddətdə Şimali Qafqaz dağlıq xalqlarının apardığı azadlıq mübarizəsini milli azadlıq mübarizəsi olaraq qiymətləndiribdi. Heydər Hüseynovun həmin əsərdə bu cümləni işlətməsi onun demək tənqid edilməsinə və ona verilmiş Stalin mükafatının əlindən alınmasına səbəb olur. Buna görə də Heydər Hüseynov birinci dəfə qollarını kəsməklə intihara cəhd etsə də birinci dəfə qurtula bilir tibbi demək prosedurun nəticəsində, lakin 1949-cu ildə Mirzəfər Bağırova səsini duyura bilmir. Mirzəfər Bağırov yenə də Sovet hökumətinin verdiyi qərarları tətbiq etməklə Heydər Hüseynova verilmiş bütün Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü olan Heydər Hüseynovun bütün ona verilmiş vəzifələrin əlindən alınmasına nail olur və bununla da Heydər Hüseynov özünü öldürür bütün bu təhqirlərə və tənqidlərə dözməyərək. Akademik Məmməd Arif Dadaşzadə isə ədəbiyyatçı və tənqidçi olmuş Məmməd Arif Dadaşzadəyə qarşı isə tənqidlər və damğalamalar başqa cürdür. Onu Türkiyənin casusu adlandırırlar və AXC dövrünün tamamilə tarix dərsliklərindən silirlər. Şimali Azərbaycan Rusiya birləşdirilməsini könüllü birləşdirmə adlandırırlar. Abbasqulu Ağa Bakıxanovu, tarixçi Abbasqulu Ağa Bakıxanovu xanları və bəyləri müdafiə etməkdə şərqşünaslıq elminin atası olan Mirzə Kazım bəy isə çarizmin sadiq qulu olmaqda günahlandırırlar. Kitab-ı Dədə Qorqud eposu isə milli mənəvi irsimizi özündə əks etdirən epos isə feodal xan eposu damğası yeyərək nəşri, satışı, oxunması qadağan edilir. Qarabağ məsələsində isə məsələ başqa cürdür. Qarabağ Komitəsi Anastas Mikoyan tərəfindən 1945-ci ilin payız aylarında yaradılır Ermənistanda gizli bir təşkilat olaraq. Bu təşkilat iddia eləyir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin yarıdan çoxunun erməni olması, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana daha çox bağlı olması səbəbindən Dağlıq Qarabağ Ermənistana verilməlidir və bu qərar bu hadisə ilə bağlı Mirzəfər Bağırova Yosif Stalin tərəfindən məktub göndərilir ki, Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsinə münasibətiniz necədir? Mirzəfər Bağırov isə qeyd edir ki, əgər Dağlıq Qarabağın ermənilərə verilməsi müzakirə edilirsə, o zaman da əhalinin çoxluq Azərbaycanlıların təşkil etdiyi Vedi Qarabağlar və Əzizbəyovlar rayonları, həmçinin Rusiya və Gürcüstana Azərbaycan SSR qurulduqdan sonra verilmiş bir çox torpağımız bizə geri qaytarılmalıdır. Mirzəfər Bağırovun iddia etdiyi ərazilərin Azərbaycana geri qaytarılması şərtindən sonra əslində Türkiyə ilə Azərbaycan arasında yaradılmış erməni ərazisi ləğv edilə və Türkiyə ilə Azərbaycan arasında heç bir demək suni sərhəd qalmayacağına görə Sovet rəhbərliyi bu plandan və ermənilərin tələblərindən imtina edir və ermənilərin tələbləri Dağlıq Qarabağa olan iddiaları 40-cı illərdə rədd edilir. 46-cı ildə isə xaricdə yaşayan ermənilərin Ermənistana qayıtması və köçürülməsi haqqında bir qərar verilir Sovet rəhbərliyi tərəfindən. 47-ci ildə isə Ermənistan SSR-də kolxozçuların və başqa Azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür Araz ovalığında yerləşən Saatlı, Göyçay, İmişli, Əli Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Sabirabad, Yevlax, Ucar kimi rayonlara köçürülməsi haqqında qərar qəbul edilir. 47-ci ildə qərar verilir ki, xaricdə yaşayan ermənilər Ermənistana qayıtsın, Ermənistanda yaşayan Azərbaycanlılar isə Kür Araz ovalığına köçürülsün. 1948-ci ildə 100 mindən çox Azərbaycanlının könüllülük prinsipi əsasında Kür Araz ovalığına köçürülməsi prosesinə başlanılır və bu Azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya prosesidir. Ermənistan SSR-də yaşayan
azərbaycanlıların həmin bölgələrdən zorla köçürülməsi prosesi nəticəsində Ermənistanda yaşayan azərbaycanlıların sayı artır və sayı azalır və köçürülənlərin 1/3 məhv olur. Moskvanın göstərişi ilə isə bu dövrdə Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı, Mingəçevir, Daşkəsən kimi yeni sənaye mərkəzlərimiz yaranmışdı, hansı ki 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində həmin sənaye mərkəzlərinə erməni ailələrinin köçürülməsinə başlanılır. Bakıda və Dağlıq Qarabağda erməni lobbisi, yəni bir qrup şəxs, lobbi bu deməkdir ki, bir qrup şəxs və yaxud da təşkilat hakimiyyət orqanlarına, yerli hakimiyyət orqanlarına təsir edir, öz milləti üçün sərfəli qərarların qəbul edilməsinə nail olurlar. Bu lobbiçilik fəaliyyəti Bakıda və Dağlıq Qarabağda xüsusilə güclənir. 1953-cü ildə isə Yosif Stalin vəfat etməsindən sonra Sovet İKPMK-nın birinci katibi Nikita Xruşov seçilir. Xruşovun dövründə totalitar rejim nisbətən yumşaldılır. Biz görürük ki, Stalinin həyata keçirdiyi totalitar və sərt dövlət idarə etməsi, avtoritar diktatura rejiminə əks gedən Nikita Xruşov Stalinin şəxsiyyətinə, pərəstişə qadağalar gətirir, yəni tənqid eləyir. Repressiya qurbanlarına bəraət verilməsinə başlanılır Nikita Xruşovun dövründə. Mirzəfər Bağırov isə ziyankarlıqda, küsurlu xidmət etməkdə və kadrlara səmərəli şərait yaratmamaqda günahlandırılaraq vəzifədən kənarlaşdırılır və 56-cı ildə Mirzəfər Bağırov xalq düşməni kimi ölüm cəzasına məhkum edilir və güllələnir. Mirzəfər Bağırovdan sonra vəzifəyə İmam Mustafayev gəlir. 54-59-cu illərdə AKPMK-nın birinci katibi olan İmam Mustafayevin dövründə əsasən milli məsələmizə, yəni Azərbaycan xalqının ön plana çəkilməsinə diqqət artırılır. Repressiya qurbanlarımıza bəraətlər verilməyə başlanılır, yəni o şəxslər günahsız hesab olunurlar. Azərbaycan tarixi fənninin tədrisinə və tariximizlə bağlı dərsliklərin yaradılmasına diqqət artırılmağa başlanılır. 1956-cı ildə, hansı ki Azərbaycan SSR-nin ikinci konstitusiyası var idi, 37-ci il konstitusiyası, həmin konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması haqqında yeni maddə əlavə edilir. Həmçinin İmam Mustafayevin dövründə mülki və cinayət məcəllələrinin, həmçinin məhkəmə məsələlərinin qəbulu, quruculuğu, yəni məhkəmə prosesindəki qərarlar respublikaların ixtiyarına verilir. Yəni artıq Azərbaycanda məhkəmə quruculuğu sahəsi AKPMK-nın birinci katibi olan İmam Mustafayevin ixtiyarındaydı. 1956-cı ildə isə Bakı telestudiyası yaradılır və Azərbaycan televiziyası fəaliyyətə başlayır. Sovet rəhbərliyi Bakıda belə iddia irəli sürür ki, Rus əhali çoxdur, buna görə də beynəlmiləl şəhər kimi Azərbaycanın tərkibindən Bakı çıxarılmalıdır və Moskvaya tabe edilməlidir. İmam Mustafayevin dövründə Bakı şəhərində Azərbaycanlı əhalinin sayının kəskin surətdə artması səbəbindən bu plan pozulur və Bakının Moskvaya tabe edilməsi planına əngəl törədilmiş olur. Beləliklə Bakı Azərbaycanın tərkibində saxlanılır. 50-ci illərin ortalarında isə Dağlıq Qarabağ məsələsi yenidən alovlanır. Ümumiyyətlə biz 20-ci, 30-cu, 40-cı, 50-ci illərdə, 60-cı, 70-ci illərdə Dağlıq Qarabağ məsələsində ermənilərin iddialarını davamlı olaraq görəcəyik. Düzdür, 80-ci illərdə bu müharibə həddinə gəlib çatır və Dağlıq Qarabağ münaqişəsi alovlanır, şiddətlənir. Birinci Qarabağ müharibəsinə səbəb olur bu hadisələr. Ancaq 50-ci illərdə məsələ tamamilə fərqlidir. Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı qaldırılmış məsələ yenidən yatırılır. 50-ci illərdə, 65-ci ildə, hansı ki 1915-ci il 24 aprel tarixində 1-ci Dünya müharibəsinin gedişində ermənilər görə bütün dünyaya yalandan iddia irəli sürürdülər ki, türklər görə ermənilərə qarşı soyqırım törədibdir. Bu uydurma erməni soyqırımının 50 illiyi yubileyi yəni qeyd edilir. Dırnaqarası yəni yubiley deyirik biz buna. Şimali Azərbaycan Rusiya birləşdirilməsinin könüllü şəkildə həyata keçirilməsi güya 150 illiyi təntənə ilə Azərbaycanda qeyd edilir və Ermənistanda azərbaycanlılara qarşı bir sıra təzyiqlər aparılır, təzyiqlər güclənir. Məsələn, Azərbaycan dilində Ermənistanda qəzet və jurnalların çıxarılması dayandırılır. İrəvan Pedaqoji Texnikumunun, institutunun Azərbaycan bölmələri və həmçinin Cəfər Cabbarlı adına dram teatrın fəaliyyəti dayandırır. Həmçinin Azərbaycan Pedaqoji Texnikumu var idi ki, həmin pedaqoji texnikumda köçürülür. İndiki Göygöl, yəni Xanlar rayonunun
ərazisinə. Milli oyanışın qarşısını almağa çalışanlar İmam Mustafayevi vəzifədən azad edirlər. Yəni İmam Mustafayev milli məsələyə diqqəti artırmış, azərbaycanlıları ön plana çəkmişdi. Buna görə də İmam Mustafayev vəzifəsindən azad edilir. Milli məsələyə diqqətin qarşısını almaq üçün həmçinin birinci katib vəzifəsinə İmam Mustafayevdən sonra Vəli Axundov 59-69-cu illərdə gətirilir. Onun dövründə 62-ci ildə Azərbaycan ziyalıları olan Oqtay Rəfili və Xudu Məmmədov adlı şəxslər tərəfindən azərbaycanlıları mühüm rəhbər vəzifələrə gətirmək üçün, Azərbaycanlı kadrların rəhbər vəzifələrə gəlməsini nail olmaq üçün Milli Azərbaycan qərargahı olan MAQ yaradılır. 20-ci əsrin 60-cı illərində isə Şıxəli Qurbanovun təşəbbüsü ilə AKP-nin birinci katibi Vəli Axundov idi bu dövrdə. Novruz bayramı artıq bahar bayramı kimi qeyd edilməyə başlanılır rəsmən. 1938-ci ildə may ayının 5-də əslində belə bir qərar verilmişdi ki, sərhəd rayonlarımızdan 2000 hektar ərazinin, yəni Ermənistanla sərhəd ərazilərimizdən 2000 hektar ərazi Ermənistana verilsin. Lakin 69-cu ildə bu planı həyata keçirtməyə çalışsalar da, Azərbaycan SSR Ali Sovetinin rəyasət heyəti bu planı qəbul edərək həyata keçirtməyə başlasalar da, Heydər Əliyevin Respublikada 69-cu ilin iyun ayında hakimiyyətə gəlməsi ermənilərə həmin torpaqların sərhəd rayonlarımızdakı 2000 hektar ərazinin verilməsinə mane olur. Heydər Əliyev yenə də ermənilərin ərazi iddialarının qarşısını almağa nail olur. Belə hörmətli abituriyentlər, 50-60-cı illər Azərbaycan SSR dövründən danışacaqlarımız bu qədər. Növbəti videolarda görüşənədək kanala abunə olub videoyu bəyənməyi və şərh yazmağı unutmayın. Sağ olun, salamat qalın.